Dostlar salam. Bu videoda sizə sub prosedurlar, arqumentli sub prosedurlar və arqumentli sub funksiyonlar təyin edərkən, yaradarkən biz o arqumentlərin qarşısında bəzən by val, bəzən isə by ref, yəni by value və yaxud da ki by reference əlavələrini edirik. Bu videoda sizə by val ilə by referansın arasındakı fərq nədir, onlar necə istifadə olunur və onların kəsb etdiyi məna nədir, mən bunlar haqqında qısa bir məlumat verməyə çalışacağım. Dostlar, bu proses üçün mən ilk öncə public sub olan bir main sub yaradıram və daha sonra isə public sub helper adında bir sub prosedur yaradıram. Dostlar, helper prosedurunun özü deməli arqument qəbul edəcəkdir. Hansı ki bu arqumentin ilkin deməli tipi olsun by val və adı olsun txt və as bir string tipində də olmuş olsun. String tipində olan bir dəyişən qəbul edəcəkdir. Dolayısıyla main sub hissəsində isə bir dim x as bir string kimi bir dəyişən tanımlayıram və x-in dəyərinə yazıram hello. Və x-in bu şəkildə ilkin dəyəri hello olur və daha sonra isə call helper deyərək helper sub prosedurunu çağırıram və helper sub prosedurunun arqumentinə isə təyin etdiyim bu x-i əlavə edirəm. Və daha sonra isə ən sonunda message box ilə x-i yenidən çapa verəcəm və helper daxilində isə gələn txt məlumatına mən goodbye sözünü yazdırmaq istəyirəm. Yavaşdan bu şəkildə biz run dediğimiz zaman təbii ki də bizim qarşımıza hello sözünü çıxarmalıdır. Çünki biz ən azından ilkin cəhətdən, yəni ilkin addımda biz baxarkən soldan sağa və yuxarıdan aşağı doğru oxunan kodlarda x-in dəyərinin hello olduğunu görürük və message box ilə də x-in özünü çapa verdiyimiz üçün bu səbəbdən hello bizim qarşımıza çıxmış olur. Lakin yoldaşlar, mən burada by val əvəzinə by bir ref yazsam, bu zaman run dediğimiz zaman isə bizim qarşımıza goodbye, yəni hello deyil də helper sub prosedurunun daxilində yazdığımız goodbye sözü bizim qarşımızda deməli çap olunacaqdır. Bəs yaxşı, bunların arasındakı bu fərq və niyə by ref yazanda helperdəki və by val yazanda isə main subdakı deməli çapa verilmiş oldu. Bu məsələni izah etmək məqsədi ilə mən sizə Draw.io adında bir proqramda kompüterin həm işləmə prinsiplərini, həm də bu dəyişənlərin belə deyək tanımlanma xassələrini və xüsusiyyətlərini danışmağa çalışacağıq. Dolayısıyla bu bizim bu gördüyünüz ekran əgər bizim kompüterimizin yaddaşı kimi varsaysaq, bizim kompüterimin yaddaşı belə deyək iki hissəyə bölünür. Bu hissələrdən biri bizim stack dediyimiz bir ərazidir. İkinci hissəsi isə o da bizim heap deyilən bir ərazidir. Dolayısıyla stack və heap bizim kompüterimizin yaddaşını deməli özündə ehtiva edir. Və stack nədir, heap nədir? İndi danışaq. Dolayısıyla biz main sub daxilində və yaxud da ki helper daxilində by ref, txt as string kimi, həmçinin x as string kimi iki dəyişən tanımladıq. Baxın yoldaşlar, bu tanımladığımız bu iki dəyişən adları, yəni adresləri, referansları və yaxud da ki stack ərazisində toplanır. Yəni mən x dediyim zaman artıq stack ərazisində bir x adında bir dəyişən artıq yaradılır. Və ikinci sətirdə mən x-ə hello dəyərini yazdığımız zaman isə bu artıq mənim üçün heap ərazisində toplanır. Yəni hello sözünün dəyərinin özü heap ərazisində toplanır və x-dən heap deməli ərazisində doğru bir referans deməli yaradılmış olur. Artıq biz bu şəklə baxaraq deyə bilərik ki, x-in dəyəri hellodur və yaxud da ki hello'nun dəyəri x-dir və yaxud da ki x hello'nun özündə ehtiva etdiyi və yaxud da ki hello'nun yerləşdiyi adresə referans edilmişdir. Yəni uzun sözün qısası x bərabərdir hello demək, x-in dəyəri hello'dur. Və həmçinin yoldaşlar, helperdə isə bir txt adında bir dəyişən tanımlanmışdır və bu txt-nin deməli dəyəri hələ ki helper daxilində goodbye olaraq qeyd olunur. Lakin bu arqument olduğu üçün buna göndərilən dəyərdən də asılı olaraq dəyişə biləcəkdir. Yaxşı yoldaşlar, bu nə zaman baş verir və necə baş verir? By val yenidən geri yazıram, ilkin qaydasına qaytarıram. Baxın yoldaşlar, biz yuxarıdan aşağı doğru və soldan sağa doğru kodları oxuya-oxuya gəldiyimizdə
x'in dəyərinin hello olduğunu görürük və call helper dediğimiz zaman helper'in argumentinə, yəni string argumentinə x'in nəyini göndərəcəyik? Özünü. Yəni yoldaşlar burada özü dedikdə artıq bizim qarşımızda 2 dənə məsələ durur. Biz dedik axı x'in var adresi, bir də var x'in dəyəri, özündə ehtiva etdiyi dəyəri. Baxın yoldaşlar, biz burada x dediğimiz zaman bu helper özlüyündə x'dən aldığı dəyərin referansını mı yoxsa value'sunu mu alır? Onu bax bu şəkildə təyin edə bilirik. Biz burada görürük ki, bu by val, yəni onun sadəcə və sadəcə dəyərini götürmüşdür. Yoldaşlar, bu dəyərini götürmək o deməkdir ki, txt'in də dəyəri eyni qaydada yoldaşlar hello olmuş oldu. Yəni yoldaşlar heap ərazisində başqa bir adresdə hello sözünə deməli referans edilmiş olur. Və təbii ki də helper'in daxilində kodlar yuxarıdan aşağı doğru oxunduqca txt'in dəyəri dəyişib nə olacaqdır? Goodbye sözü ilə əvəzlənəcəkdir. Yəni artıq hello'nun yerində goodbye yazılmış olur. Və bu şəkildə biz artıq deyə bilərik ki, txt'in dəyəri goodbye'dır, x'in də dəyəri hello olaraq qarşımıza çıxır. Və bu səbəbdən yoldaşlar x'in dəyəri dəyişməyib hello qaldığı üçün də biz run düyməsinə bastığımız zaman bizim qarşımıza hello sözünü çıxarmış olur. Əks təqdirdə yoldaşlar biz by ref deyərək bir əməliyyat icra edərsək, bəs bu zaman nə baş verir? Gəlin baxaq. Bu səbəbdən bunları hələ ki silirəm. Yoldaşlar yuxarıdan aşağı doğru yenə eyni qaydada oxuna gəldiyi zaman x'in dəyəri hello'dur, yəni hello'nun referansı olduğu nöqtəyə gəlir və x'in referans olaraq, yəni x'in dəyərini referans olaraq txt-yə əlavə edirəm. Yoldaşlar, x'in dəyərini txt-yə referans olaraq göndərmək o deməkdir ki, yəni x'in referans etdiyi bu hello ərazisinə həmçinin txt'nin özü də referans göndərəcəkdir. Və yoldaşlar, indi baxın, txt'nin dəyəri birbaşa hello, hal-hazırda txt'nin dəyəri hello olduğu üçün və helper'in də daxilində yoldaşlar txt'nin dəyəri goodbye'a çevrildiyi üçün, yəni txt'nin artıq referans etdiyi ərazi haradır? Bura, yəni hello, artıq bunu goodbye olaraq dəyişir və geri qalxdıqda yoldaşlar yenidən x'i çapa verdikdə baxır ki, artıq x'in dəyəri nə, yəni x'in referans etdiyi dəyəri nə olubdur? Goodbye sözü ilə əvəzlənmiş olubdur və run dediyimiz zaman bizim qarşımıza goodbye sözünü çıxarmış olur. Yoldaşlar, by ref yazıla da bilər, yazılmaya da bilər. Çünki txt'nin qarşısında, yəni heç bir şey yazmasaq, argumentin qarşısında bu default olaraq by reference olaraq, yəni by ref olaraq qarşımıza çıxır. Yoxlayaq, run dediyimiz zaman goodbye'dır. Əks təqdirdə mən ancaq və ancaq onun dəyərindən istifadə etmək istəyirəmsə, bu zaman by val yazmağım bura mütləqdir.